Bugün əsas mövzumuzun ana mahiyyəti düzdür. Erdoğan öldü, ölmədi. Dünəndən danışırıq. Erdoğan öldü, ölmədi. Hala gəbərsə nə idi, gəbərməsə nə idi? Bütün hallarda Erdoğanın dönemi bitti. Öldü mü, ölüm adından istifadə edəcəklər, maketindən ya çuçilasından istifadə edəcəklər, bu başqa söhbətdir. Axırı ki, Erdoğan dönemi qapandı. Amerikada gələn həftə məxfi toplantı olacaq. Dünyanın başqa yerində də bir toplantı olacaq gələn həftə. Birbaşa İlham Əliyevin artıq öldürülməsi deməzdim. İlham Əliyev öldürülsə qəhrəman olacaq, həyatı boyu onu eləməzlər, mən də ona imkan vermərəm. Birbaşa İlham Əliyev ailəsi ilə bir yerdə devriləcək. Ən yaxşı aqibəti Qəddafinin aqibəti kim olacaq? Ya kanalizasiya, yararsız kanalizasiyasından çıxardacaq onu, ya da nə bilim hansısa bir yerdən çıxardacaq.